Salam herkese, yeni vlog başlayıram. Mama məni məcbur çaya çıxartdı. İndi şəhərə gedəcəyik. Birinci Binə Ticarət Mərkəzinə, oradan da şəhərə gedəcəyik, gezəcəyik. Hava çox qəşəngdir. İndi Timu bağlamalarım gəlib onu götürəcəm. Birinci, həmin bu videoda unpacking edəcəm. Sifətimə fikir verməyin. Səhərlər məndə həmişə belə olur, şişmiş vəziyyətdə. Hələ qızartı gedib. Mənim toza qarşı allergiyam var, ona görə də hər səhər əziyyət çəkirəm. Amma çölə çıxanda biraz özümə gəlirəm. Fikir vermişəm ki, vlog çəkəndə vertikal şəkildə çəkirəm həmişə və başlayıram vertikal şəkildə çəkməyə. Sonlandırıram, horizontal telefonu tutup çəkirəm və bu videonun keyfiyyətinə çox pis təsir göstərir. Bağlamanı götürdüm. Evə çatıb açıb baxacaq, göstərəcəm sizə. Sadəcə olaraq mənə bir maqam maraqlıdır. Biz 50 manatlıq mal sifariş vermişdik. Belə bir kiçik bağlama gəlib. Mənə maraqlı olan odur ki, içərisində içində nəmləndirici krem olmalıydı, amma burada bir dənəsi var. Çünki toxunan kimi bir dənəsi hiss edirəm, yəni yoxdur. Artıq binədəyik. Onun üçün ayaqqabı baxmağa gəlmişik. Özümü güzel tuturam ki mağazalara girmeyeyim. Biz gedirik orada Adidas mağazasına. Demək olar ki, biz ayaqqabılarımı ancaq oradan alıram. Çox keyfiyyətli olur. Kazanları çox sevirəm. Çok süperdi. Ben təzəlikcə almışdım. 70 manatıydı ama Adidas evde göstereceğim size hansını almıştım. Burada muşskoylardı. Artıq şəhərə gəlib çıxdıq. Hal-hazırda Targovadayıq. Buranı heç sevmirəm düzünü desəm. Sadəcə plansız çıxdıq. Ona görə də dedik gezək fırlanaq. Burada biz Fəvərələr meydanındayıq. İndi gəzə-gəzə bilmirik, hara gedəcəyik. Bugün ancaq şey yemişəm. Ne yemişəm bugün? Çay içmişəm. Çayla şirniyyat. Çox acam, amma iştahım yoxdur. Buranı çox tərifləyirlər. Deyirlər, zavtırıqları çox dadlı olur. Ferrari. Bu küçə mənə çox doğmadı. Çünki 3 ay ərzində ancaq bura gəlib gedirdim, burada işləyirdim. Burada bir merchant vakuatı var orada. Kuba. Öyle geldim aslan. Canlıdır həm. Geçen buranın bəziyiblər. Yemək stilləri oradadır.
tiramisu. Ama ben duzlu bir şey istiyorum. Kumpir. Maraqlı görsənir. Burada bir tane zavidyenya var. Hatta Yusuf'u döner. Çok tatlıdır da. Sadece bilmiyorum, dönerlerin qiyməti biraz bahadır. Bilmiyorum, indi gedib baxacağım qiymətlərə. Burada olmalıydı. Ha, görürüm. Biz çıxdıq oradan. Çünki mən döner yemək istəmədim. Ona görə də burada bir döner restoranı olmalıdır. Korean Purple restoranı. Oraya gideceğim. Orada dadlı rollar, hotdoglar olur. Çok ümid edirəm ki, rahat tapacağıq. Çünki bu küçədə olmalıydı. Deyəsən bura olmalıdır. Maşın bu arada burada değil ha, diyeyim sana. Ay, deyəsən biz səhv gəldik. Çünki deyəsən bura deyil. Deyəsən səhv gəlmişik. Bu küçədən düz gedəcəyik, sonra sola. Hələ elə gəlir ki, bura. Buradan gedirik. Küçələr çox sakin. İçəriler çok burada Aras market olduğunu bilirdim. Burada işte yani diğer Aras marketinde çok adam olur. Burada daha yavaş görsünüz. Ben ne? Özümü çekiyorum. Ay, güzelliğe bakın, bu maşının güzelliğine. Nəhayət ki, çatdıq. Buraya gəlmək istirdim. Purple Korean Food Restaurant. Görək nə tapacaq yeməyə. Sağ olun. Çox sağ olun. Hava уже soğuyor. Siz bu bir şeye bakın. Oy. Fasulyeleri geçtim. Eve velosiped sürmeyi istiyorum. Prosta mamamdan çöldeyim. Mamam velosiped sürmeyeceği, ona göre de kalmışam böyle. Geldi sefer bacımla geldi süreceğim. Могу спокойно прогуляться с кем-то. Hara gideyim aha? Hı? Hara gidelim? Şimdi sen girip soracağım.
Bu Bukinist kitabxanasını sizə məsəl görmüşdüm. Heç ora girməyin, çünki second hand kitablarını baha qiymətə satırlar. Çünki bacım oradan kitab almışdı, 15 manata satmışlar, amma internetdə baxdıq 8 manat idi. Land, Hangul, Love, Hangulation. Çox maraqlı adlar var. Heç vaxt hangul giyməmişəm. Deyirlər ki, payız havasında, yağış havalarda dadlı olur. Yəni dadlı desəm, deyəndə ləzzətli olur. Probkaya baxın, çox uzun probka var. Ona görə Bakıda maşın sürmək istəmirəm. Biz sahil metro stansiyası tərəfə gedirdik və mən yolları qarışdırdım. Gedib çatdıq İçəri şəhər metrosu tərəfə. İndi isə Torgovun içindən gedirik sahil metrosunun yanına. Oradan bir dənə avtobus gedir, avtobuslar, bir də taksilər də gedir. Dəhşət soyuqdan keymişəm. Evə getmək istəyirəm. Dünən axşam gecə saat 2-də yazdım. Bugünkü günüm üçün planlama etdim ki, nə edəcəm. Orada siyahıda İngilis dili, type of aircraft var idi, idman var idi. Amma mənə gəlir ki, evə çatıb ancaq yatacağım, çay içib yatacağım, çünki o halda deyiləm. Amma rejimi çözməliyəm, çünki axır vaxtları saat ancaq 4-də 5-də yatıram. Sabahsı gün isə saat 1-də 2-də oyanıram. Çox pis rejimdir, bilirəm. Əvvəl məndə elə bir rejim yox idi, çox produktiv idi. Çox səsküydü bura. Biz artıq Köprüdən çatdıq. İndi Kingsmark'dayıq. Burada produkt alırıq. Dəhşət kim gəlir. Heç vaxt bilməmişəm. Çox maraqlıdır. Fındıqlı şərbət alması. Maraqlıdır. Nəhayət ki, evə gəlib çatdım. Bağlamamı indi açıb sizə göstərəcəm. Əslində mənim fənərim olmalıdır. Timudan sifariş vermişdim. Evi ələk-bələk elədim, tapa bilmədim. Fənərlə daha keyfiyyətli alınır. Neysə, başlayaq. Qayçı tapa bilmədim ki, əlimi açıram. Belə bir qab sifariş vermişəm. Bu, elə bir ki, dərmanları qoymaq üçün qabdır. Roz rəngi sifariş vermişəm. Belə 3 dənə hissəsi var. Mən qoymaq fikirləşirəm. Burada vitaminlərimi yerləşdirməyə düşünürəm. Belə çox kompakt bir şeydir. Bəyəndim. Qiyməti hardasa 4 manat idi deyəsən. 3 manat idi. Sonra bundan 2 dənə sifariş vermişəm. Bundan ya da ki mənə 2 dənə göndəriblər. Bundan niyə belə? Ev yoxdur. Bacıma verərəm ya da mama. Özünü saxlayar. Belə bir top sifariş verdim. Mən reisdən gələndə ayaqlarım şişir və bunu ayağımda oynatmaq üçün çox bərkdir. Mən bilmirəm, demişdim sizə, yoxsa yox, təyyarə bələdçisi işləyirəm və bizdə uçuşlar olur. Yəni
evdə demək olar ki 10-15 saat olmuram və bu düşünürəm ki mənə yaxşı təsir edəcək. Çox yaxşı bir şey oxşur. Belə bir alkol pedlər sifariş verdim. Telefonu, sonra əl silmək, çox balacadır, əl silmək mümkün olmayacaq bunun. Amma telefon, elektronikanı silə bilərəm. Sonra bu nə bileyim. Bilmirəm yadınızdadır yoxsa yox. Mən demişdim ki sizə mamam üçün 3 dənə sifariş vermişdim. Bunu açım yenə. 3 dənə sifariş vermişdim. Bu kremdən. Amma baxdım ki saytda bir dənə qeyd olunub. Yəni 3 dənə sifariş vermişəm. Səhvə. Açdım. Sonra bu nədir belə? Necə açılır bu? Benzədə bilmirəm bunu. Açıldı. Belə bir... bunlar... Mən gitarla məşğulam və bunlar çox yaxşı bir şeydir. Çünki mənim akorları tutanda mənim barmaqlarımda şeylər olur, mazollar. Hal-hazırda mazolludur. Mazolları yaranır. Ona görə də bunları geyinəndən sonra yəni mazol olmayacaq. Siz təsəvvür edə bilmərsiniz necə mənim yəni uzun müddət məşq eləməyəndən sonra mazollar gedirlər və gedəndən sonra uzun müddətdən sonra məşq eləməyəndə yenidən başlayanda artıq mənim barmaqlarım ağrıyır. Şeyləri tuta bilmirəm. Simləri tuta bilmirəm. Sonra bu şeydir. Məndə iPhone üçün, mənim iPhone üçün o stikerlərdir yapışdırmaq üçün. Görək hansı stikerləri sifariş vermişəm. Belə görsənir əslində. Çox balaca, şirin stikerlər. Və bu nədir? Hatırlayırsınızsa yoxsa yox. Mən özüm üçün belə brelok sifariş vermişdim. Bu səfər daha kiçik gəlib. Zəhra. Dırnaqlarıma fikir verməyin, guys. Mən gitarla məşğulam. Dırnaqlarımı tuta bilmirəm. Tutmaq istəmirəm. Çünki sonra simlər yaxşı səslənmirlər. Uzun dırnaq mənə lazımdır. Və ona görə də bu vəziyyətdədir. Neysə. Keçən dəfə daha böyük idi, indi daha yaxşı olub. Zəhra. Əvvəl Zahra idi, indi Zəhradır. Neysə, əvvəlki itdi, sınxamdan çıxdı, düşdüm. İndi düşündüm ki, yenidən sifariş verim. 5 manata sifariş verdim. Neysə, bunu sonra qoyaram. Bu qədər. Sadəcə olaraq bunu tam olaraq başa düşmədim. Niyə 2 dənə gəlib? İndi saytda yoxlayacağım, baxacağım, ola bilsin səhv göndəriblər. Çünki mən fikir vermişdim ki, yəni bir dənə yazılmışdım. Bu bütün məhsulları da aşağı bölmədə linklərini qoyacağım və qarşılarından da qiymətlərini yazacağım. Vlogumu axıra qədər izlədinizsə, sizə təşəkkürlərimi bildirirəm. Kanalıma abunə olub bu videoya like qoymağı unutmayın. Mən fikir verdim ki, artıq 2 aydır ki, YouTube'dayım və mənim tez-tez videoları paylaşıram. Ancaq shorts videolarım biraz baxış toplayır. Amma belə uzun videolarım baxış toplanır. Ona görə biraz məyus oluram. Amma çalışıram sizə daha çox content çəkməyi. Bilmirəm fikir verdiniz yoxsa yox. Artıq danışa bilmirəm, yuxum gəlir. Gedib yatacağım indi. Sağ olun.